Goranboy İcra Hakimiyyətində keçirilən qəbul zamanı xuliqanlıq etmiş vəzifəli bir şəxs həbs edilib. Məlumata görə hadisə bir neçə gün əvvəl baş verib. Belə ki, rayonun Sudan İstifadə Edənlər Birliyinin icraçı direktoru vəzifəsində çalışan Qızılhacılı kənd sakini 1962-ci il təvəllüdlü İskəndərov qəbul zamanı rayon İcra Hakimiyyəti rəhbərliyinin ünvanına təhqiramiz ifadələr işlətdiyinə və icra başçısının müavini Zaur Əliyevə hücum elədiyinə görə polis tərəfindən saxlanılıb. Barəsində İnzibati Xətalar Məcəlləsinin xırda xuliqanlıq maddəsi ilə protokol tərtib edilən vəzifəli şəxs məhkəməyə göndərilib. İskəndərov ifadəsində bildirib ki, torpaq sahəsi icarəyə götürmək niyyəti olub və buna görə qəbula gedib. Özümü 510-cu maddə ilə təqsirli bilirəm. Goranboy rayonun Sudan İstifadə Edənlər Birliyində icraçı direktor vəzifəsində işləyirəm. Həmin gün icra hakimiyyətində keçirilən vətəndaşların qəbulunda iştirak etmək üçün getmişdim. Məqsədim Qızılhacılı qəsəbə ərazisində xırdabuynuzlu heyvanların otarılması üçün torpaq sahəsi istəmək idi. İcra başçısının müavini Zaur Əliyev mənə bu barədə izah verdi, lakin mən əsəbləşdim, uca səs-küy salmağa və nalayiq ifadələr işlətməyə başladım. İcra başçısının müavini isə qeyd edib ki, İskəndərova digər vətəndaşlarla eyni münasibət göstərib. O, ümumi örüş sahəsinin öz adına sənədləşdirilməsi ilə əlaqədar qanunsuz iddialar irəli sürdü. Bu zaman Goranboy rayon İcra Hakimiyyəti rəhbərliyi tərəfindən həmin şəxsə qanuni izahlar verilməsinə baxmayaraq, qanunsuz tələblərini yenidən çox aqressiv şəkildə uca səslə deməyə başladı. Bir daha həmin şəxsə izah verilsə də, Goranboy rayon İcra Hakimiyyəti rəhbərliyinin ünvanına uca səslə nalayiq ifadələr işlətdi, hətta bununla kifayətlənmədi, məni vurmağa çalışdı. Bu səbəbdən həmin hadisənin şahidi olan şəxslərlə birgə akt tərtib edildi. Goranboy rayon məhkəməsinin qərarı ilə İskəndərov 6 sutkalıq həbs edilib.